Salam əziz dostlar, necəsiz? Güman edirəm ki, yaxşısınız, hər şey qaydasındadır və vaxt itirmədən əsas məsələyə keçmək istəyirəm. Bugün biz öyrənəcəyik Kazbeguri rəqsindən, yəni əsas elementləri, yəni bir solo şəklində, 4 hissəli olacaq solamız. Əsas keçək bu videoya baxaq. Bəli dostlar, videoya baxdınızsa, yəni keçək əsas məsələyə. Biz bugün, yəni o videoda olan hərəkətləri, elementləri öyrənəcəm sizə inşallah Allahın izni ilə. Keçdik. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bir asla deyək. Baxın. Əllər bu qaydada. X şəklində. 1, 2, 3, 4. 1, 2, 3, 4. Burada nəyə əsas riayət etməliyik dostlar? Yəni dizlər belə olmamalıdır. Şah şəkildə. Qarşımızdakı insan dizdən qorxmalıdır. Yumuşaq olmaz. Əllər bu qaydada olmaz. Yumruq şəkildə sinə qalır. Baxın. 1, 2, 3, 4. 1, 2, 3, 4. İkinci hissəmiz dostlar. İkinci hissəmizdə nə olacaq? Baxın. Qaldıq bu formula. Baxın. 1, 2, 3, 4. Eyni qaydada istədim. 1, 2, 3, 4. Təkrar edək birlər. Deməli, ayağımız bu formada qalır, əllərimiz bu qaydada. Belə deyil, açıq formada. 1, 2, 3, 4. 1, 2, 3, 4. Üçüncü hissəmiz isə bundan ibarətdir, diqqətli olun olsun. Deməli, qalmışıq bu formada. Ayağımız açıq vəziyyətdə, əllərimiz isə bu qaydada. 1, 2, 3, 4. 1, 2, 3, 4. Deyildir. Əllərimə baxın dostum. Bu qaydada qalmışım. Baxın. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Dördüncü hissəyə keçək dostlar. Dördüncü hissə bizim kulminasiya nöqtəsidir. Düz yandıq. Keçdik dördüncü hissəyə. 1, 2, 3. Fırlandıq. 4. 1. Fırlandıq. 2, 3, 4. Baxın dostlar. 1, 2, 3, 4. 1, 2, 3, 4. Dostlar, indi bizim bu 4 hissəli olan kombinasiyanı birləşdirib sizlərə təqdim edəcəm. Asla tempdə. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2,
3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. İndi isə orta tempdə. 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Və beləliklə dostlar, bugünkü dərsimizin də sonuna gəldik, çatdıq. Güman edirəm ki, bu gün də nəsə öyrənə bildik. İnşallah ki, növbəti dərslərdə görüşənədək. Sonunda demək istəyirəm ki, kanalımıza abunə olmağı unutmayın və rəy bölməsində hansı rəqsi öyrənmək istəyirsinizsə qeyd edin. Sağ olun dostlar.